Heydər Əliyev Fondunun vitse-prezidenti, Aidiya İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və Clean Air Fund təşkilatının tərəfdaşlığı ilə WUF 13 çərçivəsində Yenişəhər gündəliyində həyat nəfəsi, davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası mövzusunda yüksək səviyyəli forum təşkil olunub. Forumun açılışında Leyla Əliyevanın tədbir iştirakçılarına ünvanladığı müraciət səsləndirilib. Leyla Əliyeva müraciətində qeyd edib ki, hava keyfiyyəti şəhər sakinlərinin sağlamlığı, rifahı və gələcək nəsillər üçün təhlükəsiz yaşayış mühitinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, təmiz hava məsələsi müasir şəhərsalma gündəliyinin prioritetlərindən birinə çevrilməlidir. Həmçinin Aidiya İctimai Birliyi tərəfindən həyata keçirilən fəaliyyətlər, bizim həyat layihəsi çərçivəsində həyat sahələrinin abadlaşdırılması, eləcə də ağac əkmə, maarifləndirmə və dayanıqlı nəqliyyatın təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib. Tədbirin rəsmi hissəsində çıxışçılar şəhərlərdə hava çirklənməsinin azaldılmasının, insan sağlamlığının qorunması, iqlim dayanıqlılığının gücləndirilməsi və daha keyfiyyətli yaşayış mühitinin yaradılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Daha sonra tədbir panel müzakirələrlə davam edib. Paneldə şəhərlərdə hava keyfiyyətinin yaxşılaşdırılması, ekoloji çağırışların həlli və insan sağlamlığına təsirin azaldılması istiqamətində beynəlxalq təcrübə və praktik yanaşmalar müzakirə ediblər. Tədbirin yekununda Nəfəs alan şəhərlər naminə Bakı çağırışı adlı kommunikə qəbul olunub. Kommunikədə təmiz havanın müasir şəhərsalmanın əsas prinsiplərindən biri kimi tanınması, gələcək ümumdünya şəhərsalma forumlarının gündəliyinə daimi mövzu olaraq daxil edilməsi, eləcə də şəhər planlaşdırılması, nəqliyyat, mənzil siyasəti, yaşıl infrastruktur və ictimai sağlamlıq sahələrində daha sıx əməkdaşlığın təşviq edilməsinə çağırışlar öz əksini tapıb.